26 iyun Qafqazın ən müasir ordusunun günüdür. Bu münasibətlə bütün hərbiçilərimizi ürəkdən təbrik edirəm. Öz növbəmdə isə kişilərin məhz hansı xəstəliklərdən daha çox əziyyət çəkməyi ilə bağlı bir araşdırma etmişəm. Baxaq görək kişilər özlərini ən çox hansı sahələrdə qorumalıdır ki, bu xəstəliklərə yoluxmasınlar. Kişilər arasında ən çox yayılan 5 xəstəlik. Kişilər arasında rast gəlinən xəstəliklər müxtəlif amillərlə bağlı olaraq fərqli şəkillərdə özünü göstərir. Yaş, genetikaya meyillik, həyat tərzi və ətraf mühit bu xəstəliklərin yayılmasında mühüm rol oynayır. Həkimlərin və mütəxəssislərin fikrincə kişilər arasında ən çox yayılan ürək-damar xəstəlikləri də bu xəstəliklərə infarkt, insult və yüksək təzyiq kimi hallar daxildir. Siqaret, stress, düzgün olmayan qidalanma və hərəkətsiz həyat tərzi kişilərdə ürək problemlərinin əsas səbəblərindəndir. İkinci sırada xərçəng növləri yer alır. Kişilər arasında xüsusi prostat, ağciyər və bağırsaq xərçəngi geniş yayılıb. Siqaret çəkmə və alkoqoldan istifadə kimi vərdişlər bu xəstəliklərin riskini artırır. Üçüncü yerdə ikinci tip şəkərli diabet gəlir. Həddindən artıq çəki, az hərəkət və qeyri-sağlam qidalanma bu xəstəliyin yayılmasına səbəb olur. Şəkərli diabet vaxtında aşkarlanmadıqda böyrək, ürək və sinir sistemi kimi orqanlara zərər verə bilər. Dördüncü sırada qaraciyər xəstəlikləri dayanır. Qaraciyərin sirrozu, hepatit B və C virusları, həmçinin alkoqoldan həddindən artıq istifadə bu xəstəliklərin əsas səbəblərindəndir. Beşinci və ən çox diqqətdən kənarda qalan xəstəlik isə psixoloji problemlərdir. Depressiya, xroniki stress və intihar riski kişilərdə ciddi emosional və sosial nəticələrə gətirib çıxarır. Mütəxəssislər kişilərin duyğularını gizlətməsinin diaqnostika və müalicəsini çətinləşdirdiyini bildirib. Həkimlər kişilərə xüsusilə 30 yaşdan sonra mütəmadi tibbi müayinələrdən keçməyi, sağlam həyat tərzi seçməyi və psixoloji dəstəyə laqeyd yanaşmamağı tövsiyə edir.